Deməli, ayağımız üşüyürsə, ayağımızın dəri səthində rəng dəyişikliyi varsa, qızarma, bozarma, mərmər rəngi alma, avazıma, bu kimi simptomlar varsa, ayaq yanırsa, ayağımızı aşağı sallayanda rahatlıq tapırıqsa, bu ayaqda damarın tutulmasından xəbər verir. Gördüyümüz kimi də bu ayaqda rəng dəyişikliyi var, ayaqlarda avazıma var, barmaqlarda avazıma var və əlimizi vuranda soyuqdur, buz kimidir. O nöqteyi nəzərdən bunun sonucu ağırlaşma gətirib 5-ci barmağın qanqrenasına səbəb olub. Bu barmağın artıq başlanğıc bir etapdır. Yəni bir ləkə deyil, bir xırda bir nöqtə yaranır. Ondan sonra da başlayır qaralma, barmağın tam əhatə edir və ondan sonra o biri barmaqlara da təmas eləyə bilər. Hətta bizim pasiyentlərimiz ayağını da itirə bilir. Burada mütləq bir Doppler müayinəsi keçməlidir, xəstəyə baxmalıyıq. Damar tutqunluğu varsa, yenidən və yaxud da ki, yanında damar açmağı məsləhət görürük və ondan sonra isə bu barmağın taleyi nə olacaq, ondan sonra bəlli olur. Olur ki, barmağı saxlamağa nail oluruq, olur ki, artıq qanqrena səbəbindən barmağı amputasiya etmək qərarına gəlirik. Sizdə neçə vaxtdır bu ayaq belə soyuyur? 2 ay olur. Doppler olmuşsunuz. Elə şeyi anjo. Anjo da hətta olmuşsunuz. Aha. Deməli, anjo olunub, Doppler olunub, anjo olunub, ona baxmayaraq ayaqda damarlar yenidən tutulub. Bunun da bir çox səbəbləri var. Damarın keyfiyyətinin yaxşı olmaması ola bilər. Siz siqaret çəkirsiniz? Əsas səbəblərdən biri, bu xəstələr əgər anjo olunursa, damar açılırsa, siqaret çəkmələri yenidən damarın tutulmasına garanti bir haldır. O nöqtə nəzərdən damar xəstəliyi olan xəstələr siqaretlə bir dəfəlik qurtarmalıdırlar. Dərmanlar vaxtında içdinizmi? Damarı açandan sonra yazılan dərman. Deməli, dərmanlardan da xəbərimiz yoxdur, çünki damar açılandan sonra mütləq qandırolucular təyin olunur. Xəstəmizin ondan da xəbəri yoxdur. Yəni, bunu da qəbul etməyin. Və damar açılandan sonra mütləq gəzmək lazımdır. Hərəkət etmək lazımdır. Siz gəzirdiniz, hərəkət edirdiniz. 2 yerdə birə gedirəm, gəlirəm. Yəni, xırda bir hərəkətlərdir. Amma yəni, burada minimum 3 kilometr gündə gəzmək lazımdır. Yəni, xəstələrimiz bu məlumatları bilməlidirlər ki, bu cür ağırlaşmaları olmasın. Yəni, baxmayaraq bu xəstəyə vaxtında diaqnoz qoyulub, Doppler olunub, damar açılıb, amma açılandan sonraki lazım olan tədbirlər icra olunmayıb. O nöqteyi nəzərdən yenidən damarlarda tutulma müşahidə olunur.